Mən son vaxtlar Türkiyədəki görüşlərimdə də bunu bir neçə dəfə vurğuladım ki, Əli bəy Hüseynzadə əslində Ziya Göyaltların müəllimi idi. Ziya Göyalt da özü Atatürk deyir ki, Ziya Göyalt mənim mənəvi babamdır. Əslində belə çıxır ki, Əli bəy Hüseynzadə ilə Atatürkə və birbaşa indi ki, bugünkü Türk Cumhuriyyətinə bir yol uzanır. Bu fikirləri millət vəkili VHP sədri Sabir Rüstəmxanlı martın 5-də Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar Əli bəy Hüseynzadə və türkçülük mövzusunda keçirilən dərbi masada səsləndirib. Tədbirdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Milliyyətçi Demokrat Partiyasının lideri İskəndər Həmidov, ADP sədri Sərdar Cəliloğlu, DAQ İdarə Heyətinin üzvü Əjdər Tağızadə, tarixçi alim Yadigar Türkil, Ümid Partiyasının sədr müavini Rüfət Muradlı, şair Musa Yaqub və bir çox siyasətçilər, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər. Sabir Rüstəmxanlı çıxışında bildirib ki, Əli bəy Hüseynzadənin irsinin araşdırılması Azərbaycan xalqının milli kimliyinin ortaya çıxarılmasına xidmət edir. Müsavat başqanı İsa Qəmbər belə tədbirlərin davamlı keçirilməsinin vacibliyindən danışaraq Əli bəy Hüseynzadənin Türk dünyasının böyük şəxsiyyətlərindən biri olduğunu vurğulayıb. Milliyyətçi Demokrat Partiyasının sədri İskəndər Həmidov Əli bəy Hüseynzadəni İslam dininə qarşı qoyanlara etirazını bildirib. Qeyd edib ki, Əli bəy Hüseynzadə Avropalaşma, türkləşmə və İslamlaşma sintezinin əsasını qoyan şəxsiyyətdir. Tədbir dərin masa iştirakçılarının müzakirələri ilə davam edib. Çıxışçılar Əli bəy Hüseynzadəni böyük tarixi şəxsiyyət kimi xarakterizə edərək onun mənəvi irsinin təbliğ edilməsinin vacibliyini vurğulayıblar. Nərgiz Liftiyeva, Məğrur Mərd, Ulus TV. Birinci yubileyi isə hərə bir görüş getirdi.